Kölgədə kim var? Mən bu uçan şəhərin qərib sahibəsiyəm. Nə o tanıyır məni, nə mən onu. Qoy olsun. Kim kimin ürəyində daha çox uçacaqsa, gecənin köynəyini qoy elə o soyunsun. Ev adam, çöl adam, uçurum adam. Hədiyə xanım, özünüz uzaq adamdakı ən yaxın adamsınız, yoxsa ən uzaq əl çatmaz? Məncə mən daha çox uzaq adamlarda özümü itirməyə getdim. Düşünün ki, yazmaq qadağan edilib. Hisslərinizi necə ifadə edərdiniz? Bir şəkil çəkərdim. Dünya ədəbiyyatından hansı müəlliflə bir masada oturmaq istərdiniz? Ay, mən ən çox Qudsi ilə bir yerdə oturmaq istəyərdim. Görürsən, bu roman sahiblərinin neçə faizi kitabxanalara üst tutub araşdırma edir? O, çox ciddi sualdır. Hamının tanıdığı hədiyə ilə heç kimin tanımadığı hədiyə arasındakı fərq. Çox tanınan bir adam deyiləm mən. Ədəbiyyatda adamların qapısını arxadan örtüb getdiyi bir otaq olur. Örtmüşəm və yoxa çıxır. O otaq da o qapıdır. Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də. Xoş gördük əziz tamaşaçılar. Bugünkü qonağımız Azərbaycan ədəbiyyatının məşhur simalarından yazıcı, esseyist, tərcüməçi və fotoqraf Hədiyə Şəfaqətdir. 13-cü qonağın qonağı olmaq necə histir? Ədəbiyyatdan danışacağıq. Ədəbiyyatdan söhbət gedən hər yerdə bizim vətənimizdir. Ona görə də gözəl hissdir. Sizcə yazmaq ehtiyacdır yoxsa seçim? Mən özüm üçün bu suala cavab verə bilmirəm. Yəqin ki, bir ehtiyacdan doğub, çünki çox erkən yaşlarında başlamışam, necə deyil, ilk şeirlərimi, xırda o mətn parçalarını yazmağa, yazmaq istəyini, yazmaq arzusunu hiss etmişəm və çox tez də çap olunmağa başlamışam. Çap olunmağın, nəşr olunmağın, yazılarla tanınmağın nə demək olduğunu hətta başa düşmədiyim vaxtlarda çap olunmağa başlamışam. 5-ci sinifdə, 5-ci sinifdən 6-cı sinifə keçən yay tətilində yadımdadır ki, ilk dəfə xırda bir yazım çap olunmuşdu. Yəqin ki, arzudan, istəkdən doğub. Amma ehtiyac adlandıra bilmirəm, çünki yaşım çox kiçik idi, çox kiçik yaşlardaydı. Daha çox kimsiz? Yazıcı, tərcüməçi, yoxsa fotoqraf? Daha çox yazıcıyam. Amma bu o demək deyil ki, tərcüməçilik və fotoqraflıq ikinci, üçüncü növbədə gəlir. Həm bütövləşdirmək mümkündür bunları, həm hər birini ayrı-ayrılıqda davam etdirmək mümkündür. Amma özümü daha çox yazıcı hesab edirəm. Hətta həyatın içində də özümü daha çox yazıcı hesab edirəm. Məncə ədəbiyyatın bütün sahələrə və peşələrə ehtiyacı olmasa da, bütün sahələrin və peşələrin ədəbiyyata ehtiyacı var. Mövzumuz da ədəbiyyatdır. Müasir Azərbaycan ədəbiyyatının ən böyük çətinliyi nədir? Müasir Azərbaycan ədəbiyyatının ən böyük çətinliyi yaşının az olmağıdır. Çox cavandır müasir Azərbaycan ədəbiyyatı, təxminən 35 illik bir müddəti əhatə edir və necə deyərlər, kövrək addımlarını atır. Dünya ədəbiyyatından bəhrələnir, klassikadan bəhrələnir, müəyyən dövrdə qapı arxasında qalan mənbələrdən bəhrələnməyə başlayıb və dünya ədəbiyyatı ilə qovuşmaq yolunda gedir Azərbaycan ədəbiyyatı. Onun qarşısında böyük çətinliklər durur. Həm nəşriyyat baxımından, kitab bazarı baxımından, yazıçıların həyatı baxımından, dünyaya çıxmaq baxımından, uyğunlaşmaq baxımından, özünü təsdiqləmək baxımından bir çox çətinliklər var Azərbaycan ədəbiyyatının qarşısında. Amma bunlar təbii şeylərdir. Yəni, davam etdikcə, irəlilədikcə, əsas dayanmamaqdır. Davam etdikcə bütün məsələlər, yeni çətinliklər çıxacaq ortalığa ki, bunlar da ədəbiyyat bunlarsız ola bilməz. Yeni həll yolları çıxacaq ortalığa. Sular gah bulanacaq, gah durulacaq. Hər şey yolunu tapacaq. Bugün ədəbiyyat sosial şəbəkələrdə daha çox təbliğ olunur. Sizə görə sosial şəbəkələr ədəbiyyata kömək eləyir, həmin yolda, yoxsa daha çox zərər verir? Ümumi götürəndə bəzən mən müşahidə edirəm ki, çox yaxşı qələm sahibləri var və bütün potensiallarını sosial şəbəkələrdə xərcləyirlər və salam. Sual verirsən ki, hansısa bir qəzetdə çap olunubmu,
geniş oxucu kütləsinə çıxa bilirmi onun mətnləri, status formasında yazılır, orada da qalır. Buna ciddi yanaşır. Görürsünüz ki, o ətrafına müəyyən adamlar ki, yığılır, o asan şöhrət ki gəlir, ondan kifayətlənir. Bu ümumiyyətlə təkcə müəllifin deyil, istedadlı adamları itirmək baxımından ədəbiyyatın problemidir. Amma digər tərəfdən də köməyi də çox olub. Daha çox oxucuya çatması, daha çox adama gedib yetişməsi, daha çox məlumatın əldə olunması, yazıçıların özləri üçün də geniş üfüqlər açıb sosial şəbəkələr. Məncə əsas maariflənməkdən keçir məsələ ki, sən istifadəni düzgün qurmaq lazımdır. Həm yazı adamları üçün, həm ədəbiyyatla maraqlanan adamlar üçün. Sən kitab sevərlər, ədəbiyyatı sevənlər, daha çox sosial şəbəkələrə üz tutanda məşhurlaşmaq üçün çox adam da sosial şəbəkələrə axın edir. Amma adamlar kitab dalıca gedəndə, müzakirələrə maraq göstərəndə, o kitabxanasını yaratmaq istəyən adamlar daha çox kitab almağa həvəslənəndə, istedadlı adamlar da, ədəbiyyat adamlar da, yazıçılar da, şairlər də və digər müəlliflər də daha çox diqqəti yəqin ki, yönəldəcəklər kitab bazarına ki, daha çox nəşr olunsunlar, ciddi ədəbiyyat sıralarında görünsünlər, ciddi qəbul olunsunlar. Bilirsiniz, bunları tənzimləmək çox çətin məsələdir. Yəqin ki, maariflənməyə də, təbliğata da çox ehtiyac var bu məsələlərdə. Ədəbiyyatda bir çox qruplaşmalar olur. Dünən də var idi, bu gün də vardı. Ədəbiyyatın mərkəzləşməsi və qruplaşması desək, yaradıcılığa necə təsir edir? Ədəbiyyatın qruplaşması, müxtəlif axınların yaranması, müxtəlif janrların yaranması, müxtəlif meyllərin yaranması, ideyaların yaranması, bu ədəbiyyatda qəbul olunan bir məsələdir. Əvvəl də belə olub, bizə qədər də belə olub. Bizdən sonra da olmağı məncə yaxşı haldır. Bir əldə toplanması məsələsindən getmir söhbət. Yəni, eyni düşüncəyə, eyni ideyaya, eyni prinsiplərə daha çox arxalanan adamların bir yerə yığışması, onların güclənməsinə, həmçinin həmin prinsiplər, ideyaların güclənməsinə səbəb olan bir haldır. Amma mərkəzləşmə ümumi olur. Tutaq ki, bizdə Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, böyük bir qurum var, böyük bir təşkilat var. İndi o mübahisə doğuran bir təşkilatdır. Hər şeyə çata bilirmi? Orada müxtəlif fikirli adamlar da toplaşa bilərlər. Amma bu müxtəlif fikirli adamlar o qruplaşmanın, o böyük qruplaşmanın daxilində özlərini necə tapırlar? Bu özü mübahisəli bir məsələdir. Amma xırda qruplar hətta Avropanın müəyyən kafelərinin öz məktəbləri olub ki, həmin kafelərə müəyyən meyilli ancaq yazıçılar gediblər, toplantılar keçiriblər, orada yazıblar, yaradıblar, imza günləri keçiriblər, oxucuları ilə görüşüblər, fikir yoldaşları ilə, fikir dostları ilə görüşüblər. Bu çox yaxşı bir haldır, bir-birimizi gücləndirən bir haldır. Bəzən deyirlər ki, qruplaşmalar digər kənar müəlliflərə bir qədər qərəzli yanaşırlar, soyuq yanaşırlar, diqqətdən kənarda qoyurlar. Məncə onların qrup daxilində deyil, qrupdan xaricə də hər şeyin qayğısına qalmaq kimi bir borcu yoxdur. Mən çox belə adi qarşılayıram ki, bir qruplaşma öz qrupuna daxil olmayan yazıçılara soyuq münasibət bəsləyir. Bu adi bir halda o öz düşüncə dostlarını yığır ətrafına, öz ideya dostlarını yığır ətrafına, sağlam bir qrupdan, sağlam bir mühitdən söhbət gedirsə, onun belə bir borcu da yoxdur. Adamların təşkilatlanmaq kimi bir fikri olanda, bunu həyata keçirəndə bu onların güclənməsinə səbəb olur. Bir şərtlə ki, çərçivələr qoyulmasın. Çünki çərçivə istənilən sənət adamı həmin qrupdan da uzaqlaşdıracaq, həmin birlikdən də uzaqlaşdıracaq, həmin dostlardan da uzaqlaşdıracaq. Nə qədər sıx birləşiriksə də birləşək, çərçivələrin artıq ortaya gəlməsi o yaradıcı insanı sıxmağa başlayacaq, qaçırmağa başlayacaq. Vaxtilə AYO var idi. Bəli, vaxtilə AYO var idi, gözəl bir qrup idi, gözəl yaranmışdı, gözəl qələm adamları çıxdı ondan. Amma dövr davam etdikcə müəyyən adamlar uzaqlaşdılar, müəyyən adamlar çıxıb getdilər, müəyyən adamlar tamam mövqelərini dəyişdilər, getdilər. Tutaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü oldular. Müəyyən adamlar ümumiyyətlə ədəbiyyatdan uzaqlaşdılar. Müəyyən adamlar da hələ də ona sadiqliklərini saxlayırlar. Amma AYO alternativ bir xətt yaratdı ədəbiyyatda. Alternativ bir parıltı yaratdı, alternativ bir səs qoydu ortaya, alternativ bir üslub qoydu ortaya və bu gün də davam edirsə, deməli, AYO öz missiyasını yerinə yetirib. Müasir Azərbaycan ədəbiyyatına AYO verdiyini verdi, aldığını aldı, kifayət qədər də böyük işlər gördü.
Niyə dünya ədəbiyyatı Azərbaycanda daha çox oxunur və təbliğ olunur? Çünki birdən-birə dünyanın qapıları qarşımızda açıldı və Azərbaycan dünya ədəbiyyatı ilə tanış olmağa başladı və axın şəklində tanış olmağa başladı və böyük bir acılıq var idi. Uzun illər boyu biz müəyyən icazə verilmiş ədəbiyyat gəlirdi ölkəyə, xarici ədəbiyyat baxımından. Hətta SSR daxilində də müəyyən ədəbiyyat Azərbaycana o qədər də gəlib asanlıqla çatmırdı. Və dünya ədəbiyyatı birdən-birə o üfüqlər genişlənəndə və oxucu, hazır oxucu və yaxud da axtaran oxucu qarşısında o böyük bir ünvanı görəndə, əlbəttə ki, bütün diqqətini, bütün marağını, bütün vaxtını dünya ədəbiyyatına yönəltdi. Çünki daha çox öyrənmək istəyirdi, dünyanı daha çox görmək istəyirdi. O götürülmüş sərhədlərdən fiziki mənada olmasa da, mənəvi mənada daha çox çıxmaq istəyirdi dünyaya. Ona görə də güclü bir axın yarandı və Azərbaycan kitab bazarına da, kitabxanalarına da güclü şəkildə böyük bir axınla dünya ədəbiyyatı daxil oldu. Sonra tərcümələr başladı. Əsasən bizə türk dilində gəldi, rus dilində gəldi. Nəşriyyatlar ümumiyyətlə əsas olaraq müstəqilliyin ilk illərində yerli yazıçıları bir tərəfə qoydu. Dünya ədəbiyyatını daha çox tərcümə olunması ilə, tanıdılması ilə, yayılması ilə məşğul olmağa başladı və kitab axtaran oxucu da istər-istəməz təbii şəkildə dünya ədəbiyyatına yönəldi. Həm də dünya ədəbiyyatı genişdir, axı çoxdur, zəngindir və o zənginliyin içində oxucu ondan ona keçir, ondan ona keçir. Kitab elə bir şeydir ki, özü yönəldir oxucunu. Oxuyursan digər mənbəyə yönəlirsən, ondan digər mənbəyə yönəlirsən. Yəni kitab özü alır, aparır. Bir ölkənin, tutaq ki, Argentina ədəbiyyatından bir bədii əsərlə, bir romanla tanış olursan, o səni aparır Argentinada yazılmış, Argentinalı bir müəllifin digər bir əsərinə. Və oradan keçirsən, tarix səni aparır bir fransız müəllifinə, oradan aparır səni bir Cənubi Amerika müəllifinə və belə-belə sən istəyirsən axı adsan, istəyirsən daha çox görəsən, daha çox öyrənəsən, daha çox insanla tanış olasan. İndi əsas diqqət dünya ədəbiyyatındadır. Həm elmi fantastik olsun, həm elmi olsun, həm dərsliklər olsun, həm bədii ədəbiyyat olsun, həm müəyyən peşələrə aid olan kitablar olsun. Məncə bu təbiidir. Sizin Uzaq Adamlar romanı necə yarandı və siz inanırsınız ki, uzaq adamlar ölkədən uzaqlaşdıqca dünyaya daha çox yaxınlaşacaq? Heç özüm də bilmədim necə yarandı. Müəyyən fraqmentlər var idi. Onları bir romanda birləşdirmək istəyirdim, bir mətndə birləşdirmək istəyirdim, bir yazıda birləşdirmək istəyirdim. Çox gec yazmışam mən romanımı. Deyirdilər ki, roman yaz, roman yaz, roman yaz, romana hazırsan. Amma yəqin ki, özümdə o inam hələ formalaşmamışdı. Öz-özündən baş verən bir proses oldu. Yazı prosesi də elə keçdi. Mən dedim ki, bugün planlaşdırdım və yaxud da əvvəlcədən planlaşdırdım, fikirləşdim ki, uzaq adamları necə yazacağam. Uzaq adamlar özü, o adamlar özləri məni alıb apardılar. Hara istədilər aparıb çıxartdılar, hardan istədilər qaytarıb gətirdilər, harda istədilər ayırdılar, harda istədilər birləşdirdilər və ərsəyə gəldi. Mən öz romanıma, öz əsərimə, öz mətnimə, öz uzaq adamlarıma tamamilə yad mədəniyyətə məxsus, yad mədəniyyətə sahib olan adamların gözü ilə, yad bir baxışla baxdım. Onların dilindən dinlədim. Onların rəylərini, tənqidlərini, təhlillərini dinləyəndə mən fikirləşdim və birdən-birə səksəndim. Başa düşdüm ki, bu ciddi məsələdir. Hədiyyə xanım, özünüz uzaq adamdakı ən yaxın adamsınız, yoxsa ən uzaq əl çatmaz? Mənə elə gəlir ki, mən uzaq adamlarda özümü itirməyə çalışmışam. Özümü aparıb bir yerdə itirməyə və müşahidə etməyə çalışmışam. Çünki yazı prosesi o cür gedib. Hara kimi gedəcək, harda dayanacaq, qayıdacaqmı, yoxamı çıxacaq. Məncə itirmişəm və hələ qayıtmayıb. Ən böyük faciə oxucu azlığıdır, yoxsa yazıçı tənhalığı? Yazıçı tənhalığını faciə hesab etmirəm. Heç vaxt da hesab etməmişəm. Yazıçını ümumiyyətlə sənət adamını, bir rəssamı, bir bəstəkarı, bir heykəltaraşı və yaxud da digər incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən bir insanı təkləmək hardasa faciə hesab oluna bilər. Həmin adamı təkləmək.
prinsiplərinə görə, məqsədlərinə görə, niyyətinə görə, meyarlarına görə, mövzusuna görə, müəyyən qaydalara görə, obyektiv və subyektiv cəhətdən, özü istəmədən bir sənət adamının təklənməsi faciəyə çevrilə bilər, əgər həmin sənət adamı dözümlü deyilsə, səbirli deyilsə, öz yoluna əmin deyilsə. Çünki öz yoluna əmin olan sənət adamı hər şeyə hazırdır. Təklənməyə də hazırdır, ehtiyaca da hazırdır, müəyyən çərçivələrə çəkilməyə də hazırdır, hər şeyə hazırdır. Yəni, əsas da ədəbiyyat adamı bir yazıcı, əgər gileylənirsə, o tam öz yolunun yolcusu deyil. Mən belə hesab edirəm, gileylənmək lazım deyil. Çünki o ədəbiyyatın gətirdiyi sıxıntı, ehtiyac, psixoloji gərginlik, göz yaşları, hər şey. Əgər səni narazı edirsə, sən ondan gileylənirsənsə və onu əvvəlcədən sən nəzərə almamısansa, deməli sən tərəddüddəsən, bilmirsən hansı tərəfdəsən. Amma tam ədəbiyyatdasansa, tam yazıcısansa, tam rəssamsansa, bu şeylərin elə də bir əhəmiyyəti yoxdur. Amma tənhalıq yazıcı üçün inanmıram ki, faciəyə çevrilsin. Mənim üçün tənhalıq faciəyə çevrilə bilməz. Əksinə mən onu avantaja çevrilməsinin tərəfdarıyam. Tənhalıq avantaja çevrilə bilər bir yazı adamı üçün. Ən gözəl mühitdir. Amma oxucu azlığı yazıcıdan çox, ədəbiyyatdan çox cəmiyyətin problemidir. Çünki oxuyan adamla oxumayan adamın cəmiyyətə verə biləcəyi töhfələr, cəmiyyətdə iştirakı, söz sahibi olması, fikir sahibi olması, nəyinsə inkişaf etməsinə, nəyinsə irəliləməsinə, doğru yolda irəliləməsinə hər baxımdan kömək edir. Əgər oxucu azdısa, oxucu azlığı cəmiyyətin səviyyəsinin aşağı düşdüyünü göstərir. Bunun ən böyük problemi cəmiyyət üzərində özünü göstərir. Çünki ardıcıl zəncirvari bir prosesdir. Oxumayan adam oxutdurmur. Oxumayan adam təbliğ etmir. Oxumayan adam ətrafında oxumuş adamlar görmək istəmir. Axtarmır da, ağlına da gəlmir. Yəni, oxumayan adam həm də düşüncə baxımından, düşüncəsinin üfüqlərini genişləndirmək baxımından ona heç nə narahat etmir. Narahat olmayan adam da cəmiyyət üçün çox böyük problemdir. Məncə, oxumayan cəmiyyət, oxucunun azlığı ən çox cəmiyyət üçün problemdir. Nə yazıcı üçün problem deyil, nə ədəbiyyat üçün problem deyil. Yazıcı nə vaxtsa oxucusunu tapacaq. Burada tapmayacaq, digər coğrafiyada tapacaq. İndi tapmayacaq, gələcəkdə tapacaq. Ədəbiyyat özü də, mətn özü də, öz oxucusunun zamanısı tapacaq. Amma cəmiyyət itirəcək. Gec oxuduqca daha çox itirəcək bu baxımdan. Dünya ədəbiyyatından hansı müəlliflə bir masada oturmaq istərdiniz və ona sualınız nə olardı? Kutze ilə bir masada oturmaq istəyərdim. Çox sevdiyim yazıcıdır Kutze mənim. Əsərlərini mütaliə elədikcə də mən heyran qalıram. Onun ustalığı məni heyran edir. Adi bir Nobel nitqini necə hazırladığı, necə səsləndirdiyi, hansı hisslərlə, bax, məhz o nitq üzərindən mən ona suallar verərdim ki, çünki bütün prinsiplərini, bütün fikirlərini, bütün həyata baxışını, siyasətə baxışını, dünyaya baxışını, ədəbiyyata baxışını bir Nobel nitqində birləşdirmiş bir yazıcıdır. Və adam dəhşətə gəlir. Onun hekayəsi, onun sətraltı mənalarını necə belə ustalıqla çatdırması, əsərində ötürdüyü o ideyaları, o sualları, o ittihamları birbaşa ittiham etmir, amma onun əsərlərini oxuyanda özümüzü günahkar hesab edə bilirik. Özümüzün məsuliyyətini daha çox çiyinlərimizdə hiss edirik və onları necə ümumiləşdirdiyini, o ustalığı hardan qazandığını, necə qazandığını öyrənmək istəyərdim, sual vermək istəyərdim, bilmək istəyərdim, çünki heyran olduğum yazıcıdır. Höte deyirdi ki, dünya həssas qəlblər üçün cəhənnəmdir. Görürsən, yazıcı olmaq üçün xoşbəxt olmaq lazımdır, yoxsa bədbəxt? Belə bir fikir var ki, xoşbəxt adam yaxşı əsərlər yarada bilməz. Amma xoşbəxtlik çox nisbi anlayışdır. Nədən xoşbəxt olmaq? Şəxsi həyatdamı xoşbəxt olmaq? Ətrafına baxaraq xoşbəxt olmaq? Digərlərinə baxaraq, ümumi səviyyəyə baxaraq bədbəxt olmaq və yaxud da xoşbəxt olmaq? Mən həmişə deyirəm ki, bizə öz şəxsi bədbəxtliyimizlə barışmaq çox asandır.
Çünki biz ətrafımıza baxanda, cəmiyyətin xoşbəxt bir cəmiyyət görəndə, xoşbəxt bir mühit görəndə fikirləşirik ki, bədbəxtliyə düşməyimizə hardasa bizdən asılı olan, olmayan və düzəldilməsi mümkün olan səbəblərimiz var. Yəni, o səbəbləri aşa bilsək, biz də xoşbəxt bir cəmiyyətin bir üzvünə çevrilə bilərik. Çevrilə bilmiriksə, yenə də özümüz günahkarıq, özümüzdən doğan, öz səhvlərimizdən, öz səbəblərimizdən doğan şeylərdir. Amma biz öz şəxsi, hətta xoşbəxt həyatımızdan ətrafımıza boylananda və bədbəxt, daha çox mən bədbəxt cəmiyyət nəyə adlandırıram? Savadsız cəmiyyəti, nadan cəmiyyəti, məlumatsız cəmiyyəti, çərçivələnmiş cəmiyyət, mən bədbəxt cəmiyyət adlandırıram. Və biz öz xoşbəxtliyimizdən cəmiyyətə boylananda və başa düşəndə ki, öz düşüncələrimiz həmin cəmiyyətin içində bir qara köy kimi itib gedəcək, biz necə xoşbəxt ola bilərik? Və burada məhz ədəbiyyatın yaranması yəqin ki, baş verir. Bu, həm də o suala belə cavab gətirir ki, biz yazıçı niyə yazmağa başlayır, onu narahat edən nədir? Öz şəxsi problemləri bir yerdə tükənəcək və bu dünya üçün, cəmiyyət üçün, oxucu üçün maraqlı olmayacaq. Yalan söhbətdir. Biz şəxsi həyatımızdan çox yaza bilmərik, çox böyük əsərlər yarada bilmərik. Ora ümumi, dünyəvi, bəşəri problemlər qoymadan, digərlərinin problemlərini qoymadan, kökdə yatan səbəbləri qoymadan, öz nə xoşbəxtliyimizi, nə bədbəxtliyimizi biz mətnə çevirə bilmərik, heç nəyə çevirə bilmərik, rəsmə də çevirə bilmərik. Onu bizə təlqin edən başqa səbəblərdir, başqa hallardır, başqa amillərdir. Ona görə də mən gözəl əsərlərin bədbəxtlikdən yarandığı fikrini təsdiqləyirəm. Amma bu, yazıçının öz bədbəxtliyi deyil, ümumi ab-havadır. Heç olubmu ki, hönkür-hönkür ağladığınız kitab və ya şeirlər olsun? Ovodu çox tez oxumuşdum. Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də. Çox erkən yaşlarımda oxumuşdum. Mənə çox təsir eləmişdi. Ağladığımı xatırlayıram. Tom Dayının Daxmasını oxuyanda çox ağlamışdım. Mumunu oxuyanda çox ağlamışdım. Mumunun ölüm səhnəsini indi də mən sakit xatırlaya bilmirəm. Mənə çox ağlatmışdı. Bir də Yaşamaq əsərini oxuyanda mən çox ağladım. Orada məni hadisələrdən də daha çox insanın çarəsizliyi məni çox təsir eləmişdi. Uzun müddətdə mən onun təsirindən çıxa bilmədim. İnsan və çox adi qarşılanan, özünün də xəbərsiz olduğu bir çarəsizlik, insan o çarəsizliyin içindədir, ürəkdən onu hiss edə bilmir. O çarəsizliyini görmür, sən görürsən. O qədər ustalıqla çatdırılıb ki, və o çarəsizlikdən çıxış yolu da görünmür. O mənə çox təsir etmişdi. Son zamanlarda ən çox təsir edən kitablardan biri olub Yaşamaq mənim üçün. Sizcə Azərbaycan yazıçısı dünya oxucusuna çatmaq üçün nə etməlidir? Azərbaycan yazıçısının dünya oxucusuna çatması üçün tələb olunan şeylər ondan o qədər də asılı deyil. Daha çox ümumi tədbirlərdən asılıdır. Bir siyasətdən asılıdır ki, o Azərbaycan müəllifini dünya oxucusuna çatdırsın, onunla fikir mübadiləsi apara bilsin, fikirlər toqquşsun, mövqeylər bir-biri ilə toqquşsun, aydınlaşdırılma aparılsın, maraq doğursun. Əlbəttə, Azərbaycan yazıçısında boynuna düşən vəzifələr var. Daha çox oxumaq bunun başında gəlir, daha çox öyrənmək bunun başında gəlir, daha çox məsuliyyətli yanaşmaq öz yaradıcılığına, daha ciddi yanaşmaq, dünyanın tələbləri var, bəşəri dəyərlər var, onlara əməl etmək, başqası üçün yəni maraqlı olmaq. Və bütün bunların içində bir də məxsus olduğu cəmiyyətin, öz ölkəsinin, o ab-havasını, rənglərini, səslərini, narahatlıqlarını, düşüncələrini çatdırmaq. Azərbaycan yazıçısı ingilis oxucusunu məhz özünə məxsus xüsusiyyətləri ilə cəlb edə bilər. Bir çoxları indi fikirləşirlər ki, müasir ədəbiyyat nümunəsi yaratmaq, tutaq ki, hadisələrin xaricdə baş verməsidir,
adların xarici adlardan istifadə olunmasıdır. Tutaq ki, texnologiyanın gətirdiyi yeniliklər barədə daha çox danışmaqdır, daha çox fantastik əsərlərə əl atmaqdır, surrealizmə daha çox müraciət etməkdir. Əlbəttə, bunların hamısı yerinə düşəndə, yerinə oturanda çox yaxşıdır. Amma hər bir yazıçı öz tarixinin ötürücüsüdür, öz cəmiyyətinin ötürücüsüdür, öz problemlərinin ötürücüsüdür, öz xalqının ötürücüsüdür, keçmişinin ötürücüsüdür, gələcəklə bağlı arzularının ötürücüsüdür, öz narahatlıqlarının ötürücüsüdür. Və istənilən xarici oxucuya bizim o narahatlığımız, bizim düşüncəmiz, bizim harda olduğumuz, eyni məsələyə dünyanın müxtəlif yerlərində necə yanaşıldığı insanı birinci məşğul edən fikirlərdən biridir. Bir problem qarşısında insan fikirləşir ki, tutaq ki, dünyanın o biri ucunda digər bir insan oxşar vəziyyətdə nə edərdi? Özünü necə aparardı? Və yaxud da cəmiyyətdə baş verən bir problemdə hansı ölkə eyni problemə necə yanaşardı? Bunu hardan öyrənmək olur? Ədəbiyyatdan öyrənmək olur. Bizi öyrənmək istəyən oxucu nəyə müraciət edəcək? Bizim sənətimizə müraciət edəcək, mətnimizə müraciət edəcək. O mətni açıb vərəqləyəndə, o bizi görmürsə, ümumi, standart, hamıya məlum olan, ab-havanı görürsə, mühiti görürsə, məkanı görürsə, tarixi görürsə, hadisəni görürsə, o niyə maraqlanmalıdır ki bizimlə? Biz özümüzü ötürməyi bacarmalıyıq. Amma özümüzü də mən yaxşıların ən yaxşısıyam, ən doğrusunu mən deyirəm, ən yaxşısı bizik deyə ötürmək mümkün deyil. Bu da əks təsir yaradır. Bunun da öz yolu var, öz ustalığı var. Məncə Azərbaycan yazıçısı ilk növbədə bu ustalığa yiyələnməlidir. Bu ustalığa sahib olmalıdır ki və məsuliyyətlə işləməlidir ki, sonra digər proseslər davam edəcək. Kimsə Azərbaycan ədəbiyyatını xaricə çıxartmaq üçün çalışacaq. Birdəncə hamının birdən yadına düşəcək ki, Azərbaycan ədəbiyyatını mütləq çıxartmaq lazımdır. Onda nə olmalıdır? Hazır mətnlər olmalıdır. Yazıcı baxmamalıdır ki, indi məni xaricə çıxardacaqlar, çıxartmayacaqlar. Elə bir şərait var. Şərtlər uyğundur ya uyğun deyil. Yazıcı hazır olmalıdır, yazıcı özünü hazırlamalıdır. Sizin Azərbaycan ədəbiyyatına, dünya ədəbiyyatına seçim imkanınız olsaydı, hansı müəllifi və niyə seçərdiniz? Mən bir ad seçməzdim, müxtəlif adlar seçərdim. Həm poeziyada, həm nəsrdə kifayət qədər yaxşı imzalar var, yaxşı müəlliflər var. Məncə o müəllifləri çıxartmaq lazımdır. Həm də bilirsiniz nə baxımdan çıxartmaq lazımdır? Üzləşmək baxımından da çıxartmaq lazımdır. O dalğa-dalğada, kiçikdən böyüyən o dalğavari bir hərəkatdır bu. Nə qədər dairə dardısa, adamlar özlərindən daha çox razıdırlar. Yazıçılara da aiddir bu. Bir-birləri ilə birləşirlər, kənar təsiri yoxdur. Onlar fikirləşir ki, ən yaxşısı bizik. Bir addım kənar atıb o dalğanı genişləndirəndə görürsən ki, yox, sənin dalğandan kənarda daha böyük bir dalğa var. Özünlə üzləşirsən və inkişafa gedirsən. Məncə xaricə çıxışda Azərbaycan ədəbiyyatının növbəti böyük bir dalğası olacaq. Və bu dalğaya kifayət qədər müəllif çıxartmaq lazımdır. Nəyə görə? Özləri ilə də üzləşsinlər. Oxucu ilə, xarici oxucu ilə, kənar oxucu ilə, yad oxucu ilə, yad ədəbiyyatla hətta. Bu rəqabət mühitində üz-üzə gəlsinlər, toqquşsunlar. Orada bir toqquşma da yaransın və orada başa düşsünlər ki, mən həqiqətən də böyüyəm və yaxud da mən hələ o böyüklükdə deyiləm. Tutaq ki, Pərviz Cəbrayılı çıxardırıq xaricə. Xarici oxucuya biz təqdim edirik. Kifayət qədər də yaxşı romanları var. Tutaq ki, Məryəm surəsi ilə çıxardırıq. Biz Məryəm surəsini o növbəti geniş dalğaya çıxartmadan o dalğanın onu vurub kənara mı atacağını, yoxsa öz daxilinə mi çəkəcəyini, yoxsa növbəti dalğaya mı ötürəcəyini bilə bilmərik. Çıxartmaq lazımdır ilk növbədə ki, artıq onlar orada öz taleylərini yaşamağa başlasınlar. Onda biz də əmin olacağıq ki, bizim yazıçımız kənara çıxmağa hazırdır ya hazır deyil. Üzləşmədən, biz müqayisə etmədən bunu heç vaxt bilməyəcəyik. Ancaq fikir yürüdə bilərik. Filankəs çıxa bilər, filankəs çıxa bilməz. Bizim çıxa bilər dediyimiz ədəbiyyat elə dəyib qayıda bilər ki, heç ağlımıza da gətirməmişik. Fikirləşərik ki, bunu heç ağlımıza da gətirməmişdik. Amma
İnanmadığımız bir mətn gedər, elə populyarlıq qazanar, elə məhəbbət qazanar. Gedib elə yerlərə çıxar ki, fikirləşməmişdik ki, bu ona nail ola bilər. Düşünün ki, yazmaq qadağan edilib. Hisslərinizi necə ifadə edərdiniz? Bir şəkil çəkərdim. Fotoaparatımı götürərdim, gedərdim şəkil çəkməyə. Məncə o şəkillərlə də bir sənət adamı hər şeylə, yaratdığı hər şeylə öz hisslərini ifadə etməyi bacarmalıdır. Və ya bacarır. Mənə elə gəlir ki, bacarır. Mən də gedərdim şəkil çəkməyə. Bugün bir çox adamlarla söhbət edirik. Yaxşı mütaliəsi olduğunu deyir, lakin biraz müzakirə etdikdən sonra kitab haqqında başa düşürsən ki, kitabın özünü yox, anotasiyasını oxuyur. Sizcə anotasiyanı oxumaq kitabın özünü oxumaq deməkdirmi? Qətiyyən anotasiyaya arxalanıb kitab haqqında danışmaq, yəni bu bir kitab oxucusuna xas olan bir cəhət deyil. Yaxşı yazıcı oxucu formalaşdıra bilər. Arada bir şərt var, oxucuya gedib çatmağı məsələsi var. Əgər oxucuya gedib çata bilərsə, bəli, yaxşı yazıcı, yaxşı oxucu formalaşdırır. Müasir yazıcı oxucudan nə gözləyir? Müasir yazıcı oxucudan öz səviyyəsində maraq gözləyir. Yəni, hər yazıcının oxucudan tələbi öz səviyyəsindədir. Daha məlumatlı bir yazıcı, daha məlumatlı bir oxucu gözləyir. Daha geniş mütaliəli bir yazıcı qarşısında daha mütaliəli bir oxucu görmək istəyir. Dünyadan daha çox xəbərdar olan bir yazıcı qarşısında daha dünyadan xəbərdar bir oxucu görmək istəyir. Dar bir çərçivədə olan, öz necə deyərlər, öz mühitində özünü böyük görən bir yazıcı da öz səviyyəsində bir oxucu gözləyir ki, onu bəyənsin. Çünki tam püxtələşməmiş, hələ ilk addımlarını atan, zəif addımlarını atan, kövrək addımlarını atan yazıcı hazırlıqlı oxucunun tənqidlərinə hazır deyil. Əslində hazır olmalıdır. Çünki yazıcını həm də oxucu formalaşdırır, tələbkar oxucu formalaşdırır. Hər bir yeni başlayan, addımlarını atan yazıcı tənqidlərə hazır olmalıdır. Əsas da yaxşı oxucunun tənqidlərinə hazır olmalıdır. Ümumiyyətlə yazıcının cəmiyyət qarşısında məsuliyyəti nədən ibarətdir? Sağlam yanaşma, ilk növbədə, bitərəf yanaşma, soyuqqanlı yanaşma, pafosdan uzaqlıq, ali dəyərlərin qorunması, cəmiyyətin problemlərinə ali mərtəbədən baxılması, qanun çərçivəsindən baxılması. Bəzən bu adamlara qəribə gəlir. Deyirəm ki, yazıçılar öz mətnlərində bütün ali dəyərlərə, cəmiyyətin problemlərinə, adi insanların problemlərinə, əzablarına qanun çərçivəsində yanaşmağı öyrənməlidirlər. Müxtəlif mövzularda yazan adamlar bir də görürsünüz ki, o cəmiyyətin müəyyən naqislikləri var da, onları yaxşı bir hal kimi və yaxud da adi bir hal kimi yazırlar və keçirlər, təqdim edirlər. Amma bizim tutaq ki, qanunlarımız onu mənfi hal kimi qiymətləndirir. Yazıcı bunu bilməlidir, çünki yazıcı həm də maarifləndiricidir. Yazıcının yol verdiyi səhv oxucuda belə bir fikir formalaşdırır ki, bunu adi qarşılayırsa yazıcı, yaxşı hal deyil. Bunu əsasən mən nə ilə götürürəm? Yaxşı yazmaqdır, sağlam düşüncədir, bəşəri dəyərləri əməl olunmasıdır, prinsiplərin qorunmasıdır ki, bunlar ədəbiyyatın, ümumiyyətlə sənətin əsas meyarlarıdır. Bunlara xəyanət edib bir məşhurluq qazana bilərsən, atsan qazana bilərsən, milyonlarla kitabın da satıla bilər, minlərlə kitabın da satıla bilər, amma öz qınağını özü ilə daşıyır bu nümunə. Və nə vaxtsa o qınaq onun ya üzünə deyiləcək, ya arxasınca deyiləcək. Çünki yazıcı bu gün üçün yaşamır və yaratdıqları da bu gün üçün nəzərdə tutulmur. Gələcəyə gedən yoldur, bizim yolumuzu açır. Yazıcı həmişə tarixi bir addım həm də qabaqlayır. Həm keçmişdən gəlir, həm də gələcəyi bir addım qabaqlayır. O həm də dəyər daşıyıcısıdır. O dəyərləri daşımağı şərəflə daşımalıdır, məsuliyyətlə daşımalıdır. Onun ağırlığını hiss etməməlidir. Onun əslində şərəfini hiss etməlidir. Bugün nəşriyyatlarda Hədsiz romanın işıq üzü gördüyünün şahidi oluruq. Görürsən, bu roman sahiblərinin neçə faizi kitabxanalara üz tutub araşdırma edir? O, çox ciddi sualdır. Bəzi adamlar birdən-birə başlayırlar roman yazmağa. Birdən-cə axşam yatır, səhər durur, ağlına gəlir ki, yox, mən yazıcı olacağam və roman yazacağam. Bilmək olmaz, bəlkə onun daxilində elə bir fikri istedad var ki, həqiqətən də yazmağa hazırdır. Amma o,
bilirsiniz, boş olacaq. Onu sən oxuyan kimi başa düşürsən ki, artıq burada mənbələrdən istifadə olunub olunmayıb. Bu yazıcı kitabxanalara üz tutan yazıcıdır, tutmayan yazıcıdır. Yenə deyirəm, burada o qarşısındakı oxucu ilə balanslaşdıracaq öz fəaliyyətini də, öz həyatını da, yaradıcılığını da. O bir yerə kimi gedə bilər. Bir yerdən sonra orada tıxanıb qalacaq, oradan aşa bilməyəcək. İnanmıram ki, hamı kitabxanalara üz tutur. Hətta indi tanınmış yazıçıların özünün də mütaliəsinə mənim bir qədər şübhəm var. Kitabxanaya üz tutulmayan ədəbiyyat autofiction ədəbiyyat sayılır. Bizdə indi dəbə düşməyə başlayıb autofiction. Götürür öz həyatından müəyyən şeyləri dəyişir, müəyyən macəralar əlavə edir. Məsələn, bizdə bu yaxınlarda Vüqar Vanın mən autofiction romanını oxuduq, hardasa olardı. 13-14 yaşım. Çox yaxşı roman kimi də qiymətləndirirəm. Vüqar Van mütaliəsiz o autofictionu yaza bilməzdi, o romanı yaza bilməzdi. Çox güclü mütaliəsi var, xəbəri var. Və sən o kiçik həcmli bir əsərdir də, kiçik həcmli bir romandır. Oxuyan kimi başa düşürsən ki, bunun altı boş deyil. Çox yaxşı məlumatı var, çox yaxşı mütaliəsi var və öz başına gələn hadisələrə, ətrafında baş verən hadisələrə o ümumləşdirilmiş, bazı halında toplanmış məlumatlardan baxır. O məlumatlardan, o baxış bucağından baxmadan ciddi ədəbiyyatı yaratmaq mümkün deyil. Heç yaxşı autofiction da yaratmaq mümkün deyil. Bu gün oxucuların üzləşdiyi ən ciddi problemlərdən biri də ədəbiyyat seçimidir. Oxuculara ədəbiyyatı kim tövsiyə etməlidir? Seçimin düzgün olması ailədən başlayır. Gedirsən bağçaya, gedirsən məktəbə, oradan yönəlirsən kitabxanalara, oradan yönəlirsən müəyyən bir ətrafımız formalaşır. Yəni, bizim xasiyyətimizi formalaşdıran əsas amillərdən biri mühitdir. Kitaba yönəlməyimizi də yönəldən əsas amillərdən biri yenə mühitdir. Getdim məktəbə, başladım 1-ci sinifə və sənin ibtidai sinif müəllimin görürsən ki, məktəbə sinifə kitablarla gəlir və necə kitablarla gəlir. Biraz yuxarı sinifə keçirsən, başlayırsan, tutaq ki, ədəbiyyat dərsində müəyyən kitablardan danışmağa və müəllim səndən müəyyən söhbətlər aparır, müəyyən kitablar haqqında danışır və uşaq diqqət yetirir. Müəllim hansı kitablar haqqında daha çox danışır, hansı kitabları tövsiyə edir. Yavaş-yavaş fikri formalaşmağa başlayır və bir səmtə yönəlir. O səmtdən digər səmtə keçməyi çox təsadüfi amillərdən də asılı ola bilər. Əsasən təsadüfi amillərdən asılı olur. Amma yenə də deyirəm, məktəblərdə bu əsasən düşür ədəbiyyat müəllimlərinin çiyninə, məktəb kitabxanalarının çiyninə, sonra kitabxanaların çiyninə. Biz bunu tez-tez müzakirə edirik. Əsas amillərdən biridir. Yaxşı oxucunun yetişməsini təsadüfün öhdəsinə buraxmaq düzgün deyil. Onda çox az yaxşı oxucu yetişir və nəşriyyatların da öhdəsinə düşür və kitab mağazalarının da öhdəsinə düşür. Giririk kitab mağazasına, baxırıq ilk rəflərdə hansı ədəbiyyat düzülür və yaxud da nəşriyyatların təşkil etdiyi satışlardır. Hansı kitablar qabağa qoyulur? Reklamlarında hansı ədəbiyyat nümunələri ilk növbədə adı çəkilir, haqqında danışılır. Bunlar hamısı şuur və qeyri-şuuru şəkildə oxucunun şuuruna, beyninə təsir edən amillərdir, cəhətlərdir. Bunlara diqqət yetirmək lazımdır. Bizdə bu çox dağınıqdır. Çox dağınıq şəkildədir bu məsələlər bizdə. Çox böyük də problemdir. Hansı qorxunuzu heç zaman yazınıza daxil etməmisiniz? Daxil etməmişəm, amma o demək deyil ki, nə zamansa daxil etməyəcəyəm. Həyat davam edir, yaradıcılıq davam edir. Amma var müəyyən şeylər ki, onları hələ heç bir yazıma daxil etməmişəm. Heç bir yazımda onu yazmamışam. Hamının tanıdığı hədiyyə ilə heç kimin tanımadığı hədiyyə arasındakı fərq? Əslində, hamının tanıdığı hədiyyə deyəndə, yəqin ki, o ətrafımızda tanıyan adamları nəzərdə tuturuq. Məncə elə də çox deyil. Çox tanınan bir adam deyiləm mən. Ola bilsin yazılarımı kimsə oxuyur, kimsə tanıyır. Amma şəxsi mənada nəzərdə tutursunuzsa, məni o qədər də tanıyan adam olduğunu heç sanmıram. Kim tanıyır? Bəzən övladlarımız da bizi tanımırlar. Bəzən özümüz də özümüzü tanımırıq. Yəni, heç tanınmayan hədiyyə ilə tanınan bir hədiyyə arasında hansı fərq ola bilər? O, tanıyan və tanımayan adamların düşüncəsində formalaşan fərqdir.
yazıçı buna necə cavab verə bilər? Bax, bunu fikirləşirəm ki, hansı fərqlər ola bilər? Hərə öz baxış bucağından baxır. Hərənin də bir qəlibi olur, hazır qəliblər olur və yaxud da açıq gəlir. Deyir ki, necə tanısam elə qəbul edəcəyəm. Amma o istənilən, tanımağa gələn adam, oxucu və yaxud da başqa insanlar, bir tutaq ki, bizə bir işi düşür, müraciət edir. O yenə də öz arzularından yola çıxır. Biz onun arzularına əməl edə biliriksə, onları yerinə yetirə biliriksə, onlarda bir hədiyyə formalaşacaq. Ona əməl edə bilmiriksə, tamam fərqli bir hədiyyə formalaşacaq. Halbuki hədiyyə elə hədiyyədir. Verdiyi cavablardan asılı olaraq dəyişəcək onun haqqında fikirlər. Yazılarınız sizi idarə edir, yoxsa siz yazılarınız? Heç birimizi idarə etmirik. Mən yazılarımı idarə etmirəm. Yazmaq ehtiyacı hiss edirəm, yazıram. Sözsüz ki, beynimdə bir fikir formalaşır, bir ideya formalaşır. Bir məni narahat edən bir hadisə formalaşır və fikirləşirəm ki, bu haqda yaza bilərəm və yazmalıyam. Elə olur ki, deyirəm yazmalıyam. Tutaq ki, uşaq ədəbiyyatı haqqında iyunun 1-də yazdığım yazı, mən uzun müddət fikirləşirdim ki, belə bir yazı yazmaq istəyirəm. Amma birdən-birə bir kitab oxudum, fikirləşdim ki, həmin yazını bu kitabın üzərində qurmalıyam, o mövzu üzərində qurmalıyam, müharibə uşaqları mövzusunda qurmalıyam. Amma bunu idarə etmək hesab etmirəm. Yazının da məni idarə etdiyini hesab etmirəm. İndiyə qədər yazmadığınız üçün peşman olduğunuz mövzu var? İndiyə kimi yazmadığım üçün peşman olduğum mövzu yoxdur. Amma indiyə kimi yazmadığım, amma yazmalı olduğumu bildiyim mövzular var ki, onları yazmağa fikirləşirəm. Amma peşman olduğum bir mövzu yoxdur. Tərcümə ilə məşğul olursunuz? Bəli. Tərcümə eləyərkən daha çox müəllifə sadiq qalmağı seçirsiniz, yoxsa Azərbaycan dilinə? Yaxşı tərcüməçi bunların ikisini birləşdirməlidir. Müəllifə sadiq qalmaq lazımdır, mütləqdir, vacibdir. Tərcüməçiliyin məncə birinci şərtlərindən biridir. Müəllifin mətninə, müəllifin üslubuna sadiqliyin qorunması. Amma Azərbaycan dilini qorumaq da eyni, bundan paralel getməlidir. Azərbaycan dili o qədər də zəif dil deyil, o qədər dayaz dildə deyil, o qədər kasıb dildə deyil, yaxşı dildir. Bizim dilimizin kifayət qədər ifadələri, sözləri imkan verir ki, biz istənilən müəllifin fikirlərini ifadə etdiyi o mətni, hissələri, cümlələri dilimizə sadiq şəkildə, gözəl şəkildə tərcümə edə bilək. Müəyyən çətinliklər yaranır. Tutaq ki, hansısa dildə bir sözlə ifadə olunan anlayışı biz dilimizdə bir neçə sözlə ifadə etməli oluruq. Amma mən fikirləşmirəm ki, onu sırf qısa təqdim etmək üçün biz yad bir sözə getməliyik. Olsun öz dilimizdə onu uzun ifadə edə bilərik. Bu baxımdan Azərbaycan dilinə sadiqliyi qorumaq lazımdır tərcümədə. Amma müəllifin üslubunu, müəllifin tərzini, müəllifin dilinin qorunması çox vacibdir. Mən Tolstoyu da oxuyum, Dostoyevskini də oxuyum, Kutzeni də oxuyum. İstənilən bir müəllifi, gedim Şekspiri də oxuyum və eyni şəkildə oxuyum. Bu mümkün deyil axı. Yəni, onları bir-birindən kəskin fərqləndirən cəhətləri var. O cəhətləri mən oxucuya çatdıra bilmirəmsə, müəllifi orada məhv edirəmsə və onun mətnini də məhv edirəmsə, mən oxucuya Şekspiri, Dostoyevskini, Tolstoyu və digərlərini təqdim etmirəm. Azərbaycan dilində hamısı bir-birinə oxşayan, müxtəlif mövzularda mətn təqdim edirəm. Bu da qəbul olunan bir şey deyil, nə sənətdə, nə ədəbiyyatda, nə tərcümədə. Tərcümə prosesində müəlliflə mübahisələr olur? Yox, mən adətən istənilən mövzuda müəlliflə razılaşıram. Fikirləşirəm ki, niyə? Onun azadlığını tanımaq məsələsidir. Amma elə məsələlər var ki, orada mübahisə etmirəm, amma məndə hətta ikrah yaranan hallar olur. Fikirləşirəm ki, bu doğru deyil və mənim şəxsi baxış bucağımdan yanaşmıram bu məsələyə. Bir çox məsələdən yanaşıram ki, tutaq ki, görürəm ki, burada qərəz var, burada yalan var, düzgün yanaşma deyil, haqsızlıq var, ədalətsizlik var bir problemə yanaşmada və nəyəsə yarınmaq var. Mən bunu qəbul edə bilmirəm. Amma sözsüz ki, tərcümə kimi mənim qarşıma qoyulan tələb, onu olduğu kimi tərcümə edib oxucuya ötürməkdir. Tərcümə edirəm və oxucuya ötürürəm, nəşriyyata təhvil verirəm. Amma ondan qətiyyən razılaşmıram.
Və sonra fikirlərimi başqa şəkildə ifadə edirəm. Bir yazı yazıram, nə bilim, sosial şəbəkədə öz fikirlərimi ifadə edirəm, etirazımı bildirirəm. Susmuram bu barədə, amma mətnə toxuna bilmərəm. Özünüzə yazdığınız, amma heç zaman oxumadığınız məktub olsaydı, ilk cümləsi nə olardı? Mən öz başıma gələn ən gözəl hadisəyə. Ədəbiyyatda adamların qapısını arxadan örtüb getdiyi bir otaq olur. Məndə bu otağın nömrəsi 13-dür. Sizdə varmı belə bir otaq? Bəli, var. Və nömrəsi neçədir? Nömrəsiz qapıdır. Ümumiyyətlə yoxa çıxmış qapıdır. Örtmüşəm və yoxa çıxıb. O otaq da o qapıdır. Həm də redaktorluqla məşğulsuz. Bəli. Redaktor çox vaxt ikinci müəllif adlanır. Sizcə redaktor müəllifin kölgəsidir, yoxsa həqiqətən də elə ikinci müəllifdir? Mən həm tərcümələrin redaktorluğu ilə məşğul olmuşam, yəni tərcümə redaktoru kimi fəaliyyət göstərmişəm uzun illər. Həm də öz müəlliflərimizlə işləmişəm. Öz müəlliflərimizlə işləməklə xarici tərcümə olunmuş ədəbiyyatın redaktoru kimi fəaliyyət göstərmək fərqli-fərqlidir. Sən hazır tərcüməçi qarşına qoyur mətni, sən müəllifi orijinaldan tutuşdurursan, yoxluyursan, cümlələri qaydasına salırsan və artıq sən fikirlərə müdaxilə edə bilmirsən. Orada fikirlərdə olan razılaşmadığın və belə olmasını istəmədiyin və digər də, yəni öz baxışından deyil, ədəbiyyatın ümumi meyarları baxımından heç nəyi dəyişə bilməzsən. Amma öz müəlliflərimizlə işləyəndə bu mümkündür. İdeya verirsən, razılaşırsan. Bizdə bəzən belə fikirləşirlər ki, öz müəlliflərimiz bir romanı yazdılar, bitirdilər, göndərirlər redaktora. Redaktor qoyur qabağına, onun cümlələrini düzəldir, qaydasına salır, hansısa sözü silir, hansısa sözü əlavə edir. Bitirir, mətni göndərir müəllifə, hə, redakt etdim. Bu redaktör, mən bunu hesab etmirəm. Heç vaxt da öz müəlliflərimlə belə işləməmişəm. Bir yerdə işləmişik. Bəzən bir yerdə də yazmışıq. Necə yazmışıq? Hissə-hissə yazıb, göndərib, bunu müzakirə etmişik, qeydlərimi bildirmişəm. Yəni, bizim yerli müəlliflər, öz müəlliflərimizin istənilən hekayə olsun, roman olsun, bir məqalə olsun, esse olsun. Bunu bir dəfəyə qabağımıza qoyduq, redaktə etdik, müəllifə göndərdik, hə, hazırdır. Bu doğru redaktə mən hesab etmirəm. Çünki ilk növbədə bu müzakirə olunur. Bir müəllif özünə redaktor seçirsə, deməli özünə fikirlərində oxşarlıq olan bir adamı seçir, fikir yoldaşı seçir. Və onunla bunun mübahisəsini də apara bilər, müzakirəsini də apara bilər. Ortaq bir fikrə gəlirsən, ortaya bir mətn çıxır. Redaktor nəyə çalışır? Mətnin ən gözəl şəkildə ortaya çıxmasına çalışır. Müəllif isə istəyir ki, onun mətni ən yaxşı şəkildə ortaya qoyulsun. Və burada ortaq şəkildə əməkdaşlıq edirik. Bu baxımdan onları həm müəllif də adlandırmaq olar, amma bunu belə deyəndə mən həmişə deyirəm ki, redaktorun işi budur. O həm müəllif deyil, o müəllifin ən yaxın dostudur, əməkdaşlıq etdiyi adamdır. Amma nəticə tamamilə müəllifə aiddir. Məsuliyyət isə hər ikisinə aiddir, daha çox redaktora aiddir. Şöhrət isə daha çox müəllifə aiddir. Redaktor prosesində elə olurmu ki, mətni müəllifdən daha yaxşı tanıyasınız? Bəli, olur. Hətta müzakirə edəndə dəfələrlə olub ki, mən bir hissə başa düşürəm, oxuyuram, başa düşürəm ki, burada böyük bir mətləbdən söhbət gedir və ağlasılmaz bir dərinlik var və yaxud da mənanın başqa bir alt qatda başqa bir mənası var ki, çox dəqiq, sərrast bir nöqtəyə toxunub. Və bunu müəlliflə müzakirə edəndə görürsən ki, onun heç ağlına gəlməyib onu yazanda. Sən görmüsən, o isə görməyib. Bəzən bunu ifadə edirəm, bəzən isə üstündən keçirəm. Qoy deyirəm ki, toxunmayım, qoy elə belə geçsin, oxucuya çatsın bu fikirlər. Azərbaycanda daha çox hansı dillərdən keyfiyyətli tərcüməyə ehtiyac var? Azərbaycanda indi əsasən İngilis, Rus, Fars, Türk daha çox dillərindən, Alman dilindən tərcümələr olunur. Çox az hallarda tutaq ki, Yapon dilindən tərcümə olunub, Koreya dilindən tərcümə olunub. Amma elə dillər var ki, tutaq ki, İspan dilindən çox az tərcümə olunub. Keyfiyyətli tərcümələr var, amma daha çox
Çünki orijinaldan tutaq ki, İspan ədəbiyyatı bizə daha çox ikinci tərcümədən gəlib çatır. Yapon ədəbiyyatı bizə daha çox ikinci tərcümədən gəlib çatır. Hindistan ədəbiyyatı Azərbaycanda böyük bir problemdir. Biz müasir Hindistan ədəbiyyatından demək olar ki, xəbərsizik. Həm fəlsəfi ədəbiyyatından, həm fantastik ədəbiyyatından, həm elmi ədəbiyyatından. Fars dilindən məncə azdır, düzdür, var, amma mən onu qənaətbəxş hesab etmirəm. Çin dilindən, orijinal dillərdən ümumiyyətlə Azərbaycanda böyük problemlər var. Mütəxəssislərin olmaması ilə bağlıdır yəqin ki. Həm də dili bilən adamın olmağı özü də bunun tərcümə ilə məşğul ola biləcəyi mənasına gəlmir. Bəzən adam dili yaxşı bilir, amma onu ədəbi mənada, ədəbi sferada işlədə bilmir, bədii sferada işlədə bilmir. Kitab tərcüməsində onu ifadə edə bilmir. Ondan istifadə edə bilmir və eyni zamanda nəşriyyat da həmin tərcüməçinin və yaxud da həmin dili bilən şəxsin dil biliklərindən faydalana bilmir. Bəzən o tərcümə olunur, redaktor belə onun qaydasına sala bilmir. Burada bilirsiniz, təkcə tərcüməçiyə yox, müxtəlif dillərdən tərcüməçilərə deyil, mütaliəli yenə məsələyə gəlib dayanırıq ki, mütaliəli, məlumatlı tərcüməçilərə ehtiyac var. Çünki kitab oxuyan adam artıq o fikirləri, tərcümə etdiyi fikirləri kitab cümləsi halında yazmağı ən azından elementar şəkildə bacarmalıdır. Bunda problemlər var. Danışıq var məsələn, onu yazı ilə ifadə etmək yoxdur. Görürsünüz ki, ingilis dilini çox yaxşı bilir. Sərrast danışır, fikirlərini çox gözəl ifadə edir. Çox gözəl tərcümə də edir. Amma kitab tərcümə edib heç nə edə bilmirsən kitabla. Tərcümə heç nəyə yaramır. Baxırsan ki, bu mütaliə məsələsidir. Daha çox oxumaqdan doğur ki, və yaxud da daha çox yazmaqdan yəqin ki. Amma tərcümə özü də öz-özünü yetişdirən bir sahədir. Tərcümə etdikcə puxtələşirsən. Yəni, bir yerdən istənilən dildən məncə tərcüməyə başlanmalıdır, davam etməlidir. Amma elə dillər var ki, yoxdur da, Azərbaycanda ümumiyyətlə o dili bilən adamlar yoxdur, mütəxəssislər yoxdur. Onda da məcbursan ikinci, üçüncü dildən tərcümə etməyə. Niyə bugünün oxucuları daha çox türk dilindən tərcüməyə üstünlük verir, oxumağa? Və rəylərə baxdığımız zaman görürük ki, nəşriyyat məsələlərini daha çox ön plana çıxardırlar. Yaxşı tərcümədən gileylənirlər. Bilirsiniz, daha çox Azərbaycan kitab bazarında türk dilində ədəbiyyatın, kitabların olmağının ilkin səbəbi odur ki, yenə deyirəm, dünya qapılarını açanda və yaxud Azərbaycan qapılarını dünyaya açanda bizə güclü şəkildə ilk növbədə dünya ədəbiyyatı türk dilində gəlməyə başladı. Çünki bizə doğma dildir, yaxın dildir, ən asan başa düşdüyümüz dildir. Müəyyən dövr ərzində daha çox rus ədəbiyyatı bizə daxil olurdu, rus dilli ədəbiyyat daxil oldu. İndi də o öz aktuallığını saxlayır, öz etibarını qoruyub saxlayır. Kifayət qədər rus dilli oxucumuz var. Amma türk dilli ədəbiyyat ucqarlara kimi gedib çıxdı. Burada televiziyanın da təsiri oldu. Televiziya artıq Türkiyənin göstərəndə Azərbaycan insanına, Azərbaycan adamına o məqamda türk dilini o qədər də yaxşı mənimsəməmişdi. Amma baxa-baxa, öyrənə-öyrənə o dili mənimsədi və oxumağa da başladı o dildə. Çox oxucu, əsas da cavan oxucular eyni kitabı türk dilində oxumağa üstünlük verirlər. Deyirlər ki, yox, türk dilində daha yaxşı, rahat oxuyuram. Niyə? Eyni sözü oxuyursan, eyni fikri öyrənirsən. Yox, Azərbaycan dilində qurudur. Azərbaycan dilində və yaxud da çox vaxt bəhanə budur. Bizə yaxşı tərcümə olunmur. Amma Türkiyənin nəşriyyatlarının da hamısı, tutaq ki, xarici ədəbiyyatı, türk dilinə o qədər də gözəl tərcümə etmirlər. Bunun da öz seçimi var. Çünki biz işləyirik, bilirik. Elə nəşriyyatın elə kitabı gəlir ki, müqayisə edirsən özlərinin digər nəşriyyatın, digər tərcüməsi ilə, görürsən ki, yerdən göy qədər fərqi var. Və o hər iki kitabı müqayisə edirsən, Azərbaycan dilinə tərcümə olunmuş, orijinaldan hətta tərcümə olunmuş kitabla, görürsən ki, Azərbaycan dilində o kitab daha dəqiqdir, daha orijinala sadiqdir, daha səlisdir, daha gözəldir. Amma oxucunun fikri bir yerdə türk dilində kitablar üzərində möhkəmlənib. O deyir ki, yox, mənə bu daha xoşdur. Məncə daha çox Azərbaycan dilində kitabların oxunmasını biz təbliğ etməliyik. Azərbaycan dilinin qorunması baxımından da bu çox qiymətlidir. Dilin dilə keçməsi məsələsi təbii prosesdir.
Amma əgər təbii şəkildə bu baş verirsə, getməlidir. Süni şəkildə, saxta şəkildə, zoraki şəkildə dilə belə müdaxilə qəbul olunan deyil. Və türk dili kifayət qədər indi mətnlərimizə müdaxilə edib. O qaynayıb qarışmaqla müdaxiləni qarışdırmaq lazım deyil. Qaynayıb qarışmaq təbii prosesdir. İstənilən dil digər dillərin təsirindən azad deyil. Ayrıca bir dil yoxdur. Dünyada elə bir dil. Onlar hansısa qəbilənin bir dili var ki, onun heç bədii ədəbiyyatı ya yoxdur, ya dünyaya çıxmır. Özü də çıxmaq üçün gedir digər dillərə müraciət edir. Amma Azərbaycan dilinin öz ədəbiyyatını çıxartmaq üçün digər dillərə ehtiyacı yoxdur. Öz dili o tələbləri ödəyir. Və onun zənginləşməsi prosesi də təbii şəkildə gedə bilər. Amma saxta müdaxilələrdən dili qorumaq lazımdır. Elə kitablar olub ki, tərcümə ədəbiyyatlarında türk dilindən oxuyasınız və kaş bunu mən tərcümə eləyərdim deyə bir fikriniz yaranır. Məsələn, rus dilində, türk dilində, birazca da fransız dilində elə kitablar var ki, mən çox istəyərdim onları Azərbaycan dilinə tərcümə edim. Bunun müəyyən problemlər var. Hazırda elə bir kitab tərcümə edirəm, amma bütöv bir kitab deyil. Bu ehtiyacı bir qədər birləşdirmək qərarına gəlmişəm. Müxtəlif fikir adamlarının, ədəbiyyat adamlarının, daha çox ədəbiyyatla bağlı, ədəbiyyatın məsuliyyəti ilə bağlı, ədəbiyyatın yenilikləri ilə bağlı, bir çox problemləri ilə bağlı fikirlərindən ibarət məqalələr və esselər hazırda tərcümə edirəm. Arzuladığım kitablardan birini, yəni indi tərcümə etməkdəyəm. Və planımda çoxlu belə kitab var ki, mərhələli şəkildə digər sifarişlərlə yanaşı özüm könüllü şəkildə həmin kitabları mümkün qədər də tərcümə edəcəyəm. Yəni təkcə arzulamaqla istəmirəm kifayətlənim. Onu həm də həyata keçirmək istəyirəm və xırda-xırda da tərcümələr edirəm. Fotoqrafiya ilə məşğul olursunuz. Daha çox nələr çəkirsiniz? Fotoqrafiyada mənim əsas mövzularım məsələn qocaların əlləridir, uşaqlardır, sənət adamlarını iş başında çəkməyi xoşlayıram və yaxud da yaşlı bir qadını bir əlində bir nar dənələyərkən çəkmişəm, xəmir kündələyərkən çəkmişəm. Bunlar mənim sevimli mövzularımdır. Tərk edilmiş evləri çəkməyi çox sevirəm. Dəyirman mövzum var idi, layihəm var idi. Tərk edilmiş su dəyirmanlarını çəkmək istəyirdim. Sonra məlum oldu ki, sən demə Azərbaycanda belə dəyirman çox az qalıbmış. Demək olar ki, heç qalmayıb. Bir neçə dəyirman var ki, onları da gedib çəkmək lazımdır. Onlardan da bir-ikisini çəkmişəm. Təbiət şəkilləri də çəkirəm. Yəni çox yerdə oluram. Olanda da çalışıram ki, təbiəti daha çox, olduğum yerlərin təbiətini əks elətdirim. Şəhərləri, küçələri çəkməyi xoşlayıram, insanları çəkməyi xoşlayıram. Bəzən müraciət edirlər ki, kiminsə bir şənliyi var, kiminsə bir qonaqlığı var. Deyirəm ki, başa düşürəm, fotoqrafiya həm də onunla məşğuldur, amma mənim fotoqrafiya deyə məşğul olduğum, başa düşdüyüm şey yaradıcılıqdır. Yəni, yazıçılığın bir sahəsidir mənim üçün fotoqrafiya. Hədiyyə xanım, sizə son sualı verib, sözü sizə əmanət edirəm. Düşünün ki, tamaşaçılara son müraciətinizdir. Onlara nə deyərdiniz? Bir ədəbiyyat adamı kimi, bir yazıcı kimi oxumağı xahiş edərdim ki, oxusunlar, kitabdan üz çevirməsinlər. İstənilən şəraitdə, istənilən bəhanəni kənara qoyaraq, istənilən şərtlər altında, bir iş prosesində də bir istirahət üçün ayırdıqları bir 10-15 dəqiqə varsa, oxusunlar, əllərində kitab görünsün. Bir yerə gedəndə əllərinə bir kitab alıb aparsınlar. Çantalarından kitab çıxsın. Bu təkcə göstərməsin ki, onlar getdikləri yerdə kitab oxuyurlar. Amma çantalarından kitab çıxsın. Çünki bunun ətrafdan baxanlarda böyük təsiri var. Azad olmağa çalışsınlar. Düşüncələrin ifadəsini formalaşdırmağa çalışsınlar. Çalışsınlar ki, öz fikirləri olsun. Ədəbiyyata çoxlu oxucu arzulayıram. Və yaxşı oxucu arzulayıram, məlumatlı oxucu arzulayıram, məsuliyyəti hiss edən oxucu arzulayıram, bir də özünə dəyər verən oxucu arzulayıram. Çox sağ olun, qonağımız olduğunuz üçün sizə təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm, gözəl dəvətinizə görə çox xoş oldu.